Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah ibadetlerinizi kabul eylesin. İstəyirəm Cenab-ı Kasım'ın söhbətinin davamını edəm. Onu da deyim ki, çox müsibətli bir söhbətdir. Demək olar ki, yaxşı rozu deyən olsa, gözüzdə su qalmaz. Yəni, insanı o qədər qəlbin parçalayan, qan ağladan burada sözlər var. Yəni, müsibətlərin əsası bundan sonradır. Elə ki, Cənab-ı Qasım meydana getməyi istədi. Bir ərusun xeyməsinə tərəf baxdı, gördü ki, o bəğdi qara ərus, Fatime-i Suğra dizlərin iki əllərilə qucaqlayıb, gözlərinin yaşını döküyor. Cenab-ı Kasım ərusa yaxınlaşıb dedi, əmi qızım, niyə belə pərişansan? Əruz dedi, nə edim ürəyimdə qəmlərim o qədər ardıb ki, göz yaşımı saxlaya bilmirəm. Bir yandan da sənin intizarını çəkirəm. Bir atından aşağı düşsənə bir məxfi sözüm var. Cenab-ı Kasım atından aşağı inib xeymeye daxil oldular. Əruz dedi, mən sənin ayrılığına necə təhəmmül edim? Cenab-ı Kasım dedi, əmi qızım, mənim də sənə bəzi vəsiyyətlərim var. Biri budur ki, vəfa et anamdan ayrılma. İkinci, başına qırmızı şal bağlama. Yezid məclisinin qəmlərinə tabe eylə. Ərustan üzünə zülfünü niqab eylə. Əgər yolun düşsə nəşim üstə, qəlbi xəstə, döşə o zülflərin bircəyə bu sinəm üstə. Görəndə nəşim üryan gün qabağında, o qara məcərvi nəşim üstə çəkəsən. Əgər onu alalar, zülfü açıb tökəsən. Əruz ərz eylədi, əməl edərəm, amma oğlum, mənim də sənə bir vəsiyyətim var. Sən də elə ki, ruhi pakun behiştin ali qəsrlərində bərqərar oldun. Yaxşı gözəl mahir ay üzlü hurilər xidmətünə gəldilər. Başlarında zərli yaylınlar, boyunlarında cəvahirdən olan boyun bağlar, qulaqlarında yaqut və mərcan. Onlara baxanda mənim başımın örtüyünü
Kollarımın zincirini, boynumun düşakesini, hatırıma salı bağla. Eğer deseler ne için ağladın, ondan benim bu musibetlerimi onlara haber ver. Hulasa Cenab-ı Kasım Arusu vida edip geldi kardeşi Abdullah'ın kıymesine ki Abdullah kıymede yatmıştı. Kasım aheste onun özünden öpüp dedi: Ana, Abdullah uyananda benim salamımı ona yetir. Elə ki Cenab-ı Kasım meydana gitmeye başladı. Bu taraftan Abdullah yuxudan uyanıp Kasım'ı haber aldı. Anası dedi: meydana gidip. Bəs Abdullah feryat, bəğan edə Kasım'ın dalınca kaçıp İmam Hüseyin'e ərz eylədi: Əmican, məni qardaşıma yetir. Həzrət Kasım'ı səslədi. Kasım meydana bir qədər qalmış, dayandı. Abdullah qaça özünü Cenab-ı Kasım'a yetirdi. Kasım atından aşağı inip Abdullah'ı can kimi bağrına basıp iki yetim kardeş kol boyun olup çok ağlaştılar. İmam Hüseyin aleyhisselam onlara yakınlaşıp dayandı ve onların sözlerine kulak asmaya başladı ki görün bu iki yetim kardeş birbirleriyle ne danışacaklar. Abdullah Kasım'a dedi: kardeş, sana bir neçə sözüm var ama gerek əmimin yanında diyem. Bəs geldiler Hazretinin hizmetine. Abdullah dedi: ey Kasım, aya sen əmim hizmetinde mənə vədə eylemedin ki her noyu nimet mənə yetişse evvel mənə teklif edeceksen, eğer mən razı olsam onda sen de onu kabul edeceksen. Kasım dedi: bəli. Abdullah dedi: hansı nimet şehadete yetişmekten artıqdır? Bəs evvel mənə teklif etmemiş, özün meydana gedirsen ki şehit olasan. İmam Hüseyin aleyhisselam ve Cenab-ı Kasım Abdullah'ın bu sözlerinde çok ağladılar. Bəs Hazret buyurdu: Kasım, Abdullah'ın cevabını ver. Kasım dedi: əmi sana feda olum, eğer desem ki Abdullah məndən sen kiçiksən, mənə deyəcək ki sen özün mənə vədə eyləmisən ki məni heç bir əmirdə özündən kiçik görməyəcəksən. Həmişə məni böyük kimi görəcəksən. Əmican, Abdullah'ın cevabını sen verginən ki mən meydana gedim. Bəs Həzrət Abdullah'ı çox mərhəmət və nəvazişlər ilə sakit edib xeymələrə gətirdi. O vaxtı ki Cenab-ı Kasım'ın nəşini İmam Hüseyin aleyhisselam bağrına basmıştı, oxşayıb ağlayırdı. Hələ Kasım'ın ruhu bilmərrə bədənindən çıxmamıştı, amma bihuş olmuştu. Abdullah da bu tərəfdən gəldi, qardaşı Cenab-ı Kasım'ın nəşi üstə dedi: ağa sen dur kənara, mənim Kasım'a sözüm var. Sonra Kasım'ın nəşini qucaqlayıb ağlaya dedi: mənəm sənin qardaşın Abdullah, bir gözlərini aç. Bəs Həzrət də ağlayarak buyurdu: Kasım kardeşin Abdullah'dır, bir gözlerini aç, gör ne deyir. Kasım gözlerini açıp Abdullah'ın bağrına basıp ağladı, dedi: kardeş, öldüm senin can vermeyini görmedim. Kardeşin adam hizmetine gedirəm. Abdullah dedi: mənə buyur görüm özünü çok dost tutursan ya beni. Kasım dedi: bu yaralı halətimdə yine de seni dost tuturam. Abdullah dedi: kardeş, mən susuzam ya yok? Dedi: bəli, susuzsan. Abdullah dedi: necə məni özündən artıq dost tutursan ki, məni belə susuz qoyub özün olsun Kövsərə gedib sürab olacaqsan. Bu sözdən mələklər şura gəlib ağladılar.
Hazret de çok ağladı. Abdullah dedi kardeş indiki sen özünden ileri beni obzi çoğsere teklif eylemedin. Men de senden minnecek budur men de dalınca geleceğim. Ta demeyesen ki Abdullah nareşid ve cesur değil. Bes Abdullah üzün İmam Hüseyin'e tutup ezeyledi Emircan, Ali Ekber ve Kasım'den sonra. Men diri kala bilmerem, beni de emre gazile canımı sana feda edip tez onlara yetiş. Hazret izin vermedi. Abdullah dedi emin nece kardeşim Kasım'ın boynuna kefen salıp beline kılıç bağladın onu ile benim de başıma emmame koyup belime kılıç bağla Hazret buyurdu nur idi de yani gözümün ışığı o emmame o kılıç ona göreydi ki Hudavend alem ona şehadeti ruzi eylemişti. Ama hala senin şehadete yetişmeyine icaze yoktu. Abdullah dedi ami emmame ve kılıç bağlama sen ile Allah'tan şehadete yetişme icazesini ben alırım. Hazret bu sözden çok ağladı ve kardeşi İmam Hasan Aleyhisselam'ın emmamesini Abdullah'ın başına koyup bir kılıncı beline bağladı ama Hazret Abdullah'ın anasını ve Cenab-ı Zeynep'i huzura izleyip onlara buyurdu. Her ikiniz de Abdullah'ın eteğinden tutun ki Nahaba'da meydana gider. Beze Abdullah bu özayı gören de üzün koydu Kerbela'nın o izli kumların üstüne. Suzi dileyle bağlar gözüyle arz eyledi. İlahi malumundur ki sen Emim Hüseyin'i ammudan adı dost tutursan Hudaya Emim Hüseyin Aleyhisselam'ın hakkına beni şehadetin feyzine yetin ki Emim'den ileri şehit olum ki Emim'in susuz yaralı kuru yerlerde can vermeyini görmeyin. Ben Hudavend alem onun duasını kabul eledi bu barede gelen sayfelerde. Vaktinde danışacağız. Elə ki Cenab-ı Kasım bir kadar kıymelerden aralandı. Gördü daldan ağlamak sedası gelir. Dönüp bakan da gördü anası gözlerinin yaşını dökür ve bu dilleriyle okşayır. Cenab-ı Kasım dayandı ve dedi anacan ne isteğin var? Dedi Nuri didem benim Erus'tan çok hacaletim var. Ona göre ki bir hediye onun başına ve kademlerine nisar edebilmedi. Görürem onun dudakları susuzluktan kuruyup koşunu cemaatine degilen cemaat men teze damadım. Sizden bir ceceraya bir damcı su isteyirem. Eğer rahme gelin verseler getirmene ki Erus'a verip onun kuru dudakların yaşlayıp ateşine teskinliği verin. Hulase tezeden ana ile bala yanar kalbiyle ve gözyaşlarını töke töke birbirlerinden ayrıldılar. Cenab-ı Kasım meydana ana ise heymelere kayıttı. Ela le'anetullahi alel kavmiz zalimin ve seyye'alemul lezine zelemu eyyamun galebuna yangalibun.